Məşhur tiktoker Ləman anası ilə yayın açaraq anası Ləmanın atası ilə tanışlıq hekayəsindən danışdı. Biz 2 il sevgili olmuşuq. Yaşım çatmırdı, sonra evləndik. Atası qara idi, bu da qara doğuldu. Ləman qaşqabaqlı və hozudur. Oxşarlığımız var xalımızdan, amma xarakter cəhətdən yox. Biraz keçsin, ailəni Ləmandan alacağım, buna verməyəcəm dedi. Gəlin videoya baxaq. Bəyənib kanala abunə olmağı unutmayın. Bunlar sevmirəm mən. Cavab çox yeyən deyiləm. Amma 2 nəfərə buldu da. Hələ bunun 4 nəfəri var. Bu paket elib aparası ailinə. Qalacaqdan usta. Ailin xoşlayır. Ana ürəyi, dağ çiçəyi. Ana sən də heç olub bir yemişsən demişsən, aparım Ləman yesin. Paket Yox, deyil. mən sifariş vermişəm, təzdən aparmışam. Nə demək istəyirsən ki, mən onu əlimi vurmamışam. O mən vermirəm, var ki. Mən onu bilirəm, bu Aylin nə sevir, nə sevmir. Yazıblar ki, Aylin kopya mamandır. Ha. Sevinir elə deyəndə qızlar. Aylin mənim aşkımdır. Şirinimdir mənim. Ana bu yaxınlarda TikTok'ta bir şok gördüm. Nə şoku. Çok hoşuma geldi. Baldızım, baldızım. Hadi geçelim. Nəsə, şey. Hadi Ana sevirim. Hay Allah yoxam. Ay mama. İnanın ki, siz şok olan moment elə məndə oldum. Yəni, mən də sizi kimi insanım da, mən də elə baxıb görürəm. Yəni, elə bilmiyim ki, mənim xəbərim var idi. Bəli. Belə qızlar, çox gözəl yerdir Legrand. Mamamı bəyəndiniz qızlar, sakitdir hə, mənim kimi deyil. Mən biraz ata tərəfi oxşamışam, davakar, Ata tərəfi yox, atasına. mehriban. Ne oldu Hamısı bas, mənim içində atama. hamısı öyle olmayıb da, yəni onu deyirəm. Yaraşıqlı qızları dalıca süründürən. Kopya, inansan düz. Hind oğlanlarına oxşuyur, amma yaraşıqlı olub da. Adam hayır, Allahla hayır. danışır. Mamamla tanışdıq hekayəsi. Hay, tanışdıq hekayəmizi danışa. Heç nə, balkondaydım, oradaydım. Məni gördü, sevdi. Hardaydı? Mən ikinci mərtəbədə balkondaydım, o da əskərlik çəkirdi. Oradan gördü, məni bəyəndi. Harda anacan? Yəni, harada? Türkmenistanda, orada Əskərliyə gəlmişdi. Mamam da çox yəni heç atqaz getməyib qızlar. Elə düşüb dalına çıxıb gəlir. Az yalansa 2 il sevgili olmuşuq. 2 il əskərlik olur. Yox, 2 il yanı sevgili olmuşuq. Harda oldu zaymam 2 yaşın arasında? Yəni sonra evləndik də. Çünki yaşım hələ çatmırdı. Sen 14 yaşından başladın. Az öləcəm. Aha, maraqlıdır. Allah'ın da olsun uşaqlar. Atası qaraydı, bu da qara doğuldu. Qız yəni atası qatam oxşamalıyım da. Hə də, yəni indiski kinolara baxa-baxa getdik də, nə qayra. Maraqlı olub amma. Çox sağ olun. Başa düşmədim. Siz necə ikili sevgili oldu? Telefon var idi o vaxt. Sən bilməlisən hər O şeyi. vaxt telefon var idi. Telefon yox idi, balkondan zapiska göndərdilər də. Şamaxıdan gəlirdi Aşqabata, Az yox. balkona. Bacımla məktub göndərdi, mən də bacımla məktub göndərdim. Aa, hə, məktub. Məktub göndərirdik. İndi məktuba baxan var. İndi hər şey çıxıb bacım, yenirik məktubu. Anam mədənidir. Mən də mədəniyəm, prosta şıltağam qızlar. Mən canlıda beləyəm, qıraqda necəyəm anacam. Pozudur ya bu. Qıraqda qaşqabaqlı, deyib gülməyi sevməyən insan. Amma canlıda oldum başqa adamam. Sizlə gülüb danışıram da qızlar. Canlını bağlayan sonra fərqli insanam. Çox ağır xasiyyətim. Amma anam da əksinədir. Anam deyib güləndə cəmiyyət içində ağırdır. Mən yox. Hə, mən gülüb danışmağı sevirəm. Mən əksinə. Anam utanacaqdı. Hə, ilk dəfədir. Anam şeir yazır, anamın qəşəng səsi var. Amma bəlkə duet oxuyaq. Az get işinə məşğul. Partladarıq. Sən o taydan, mən bu taydan. Nə olar ki, indi da hamı müğənni olur da. Tək qızsan. Yox, mənim 2 dənə də bacım var. O ata nənəmdədir. Mamam hər ay 60 manat aliment verir. Ay qız təkəm, bəli. Vaxt olmadı qızlar. Evin tək.
Bir şeyin kızıyım. Hozudur. Hozu ne deməkdir bilmirəm bak. Hozu yəni elə necə siz onu görmüsünüz elə deməkdir də. Harda gəldi sözün deyən. Başa düşməyəcək ki, bunu bu demək olmaz. Bəli, riskə getməyi sevən insanam. Hal-hazırda bizə 5000 nəfər baxır. Nə demək istəyərdin anacan? Demək istəyirdim ki, ən birinci özünüzü qoruyun. Allah sizə can sağlığı versin. Qalan hər şey düzələcək. Məncə də. Saçım uzanır mənim amma. Mənki necə? Əlasan Miri. Maman səndən gözəldir. Bəli bacı. Mən əminəm ki, sənin anan da səndən gözəldir. Hamı analar gözəldir. Əslində Ləman atasına oxşayır. Mən Hind qızlarına oxşuram. Hay tövbə. Oxşarlığımız var yanaq tərəfdən, nə bilim, xal tərəfdən oxşarlığımız var. Amma xarakter tərəfdən yox. Deyirlər niyə tək qalırsan? Kim? Mənə. Duruyor. Deyirlər niyə ananla qalmırsan? Qızlar mən anama deyirəm, anam tək qalmaq sevir. Çünki anam iş adamıdır, mən səsküylü adamam. Bunun iş saatı gecə başlayır, mənim iş saatım gündüz başlayır. Deyirlər niyə Aylin anamla qalır? Aylin mənim həyatım hələ biraz keçsin, Aylini buna verən var deyə. Verməyəcəm ki, Aylin mənlə qalacaq. Həqiqi, vallahi. Deyirəm otur evdə bax Aylinə, baxıram da sənə. Bu deyir mən evdə oturmağı sevmirəm, işləməyi sevirəm. Mənim kimi evlad var qızlar. Deyirəm günə sənə verirəm də pul. Otur evdə. Özü burada, üzü burada. Deyir yox. Mən işləmək istəyirəm. Mən işləməsəm, yana Mən nə edə bilərəm qızlar? Sonra mənə geçmişəm, heç kötü evladsın. Ben kötü evlat değilim. Ne yapayım istemiyorum. Hələ əlimiz çörək tutur da. Deyirəm otur nəvəvə bax. Mən də işləyim də. Gündəlikdə sən verim. Deyir yox, istəmirəm. Mən işləmək istəyirəm. Dediyi bilirim acaba. Gedək qız. Yox, doydum mən. Mədəm ağrıdı. Gör, neçə ildir işləyir, o evdə otura bilər. Mən уже 22 yaşından işləyirəm. Baxıram da bacı, deyirəm götür Aylini, get parka, gəz. Bütün restoranlara get pulsuz, reklamda otur yeyic. Get kosmetologlara, mənim adımı ver, bəzən düzən. Mən xoşlamıram. Nə var işləyirsən? Səhv deyirəm, mənim uşağıma da bax. Mən də özüm üçün işləyim də. Deyir yox, anandır hə. Günə də deyirəm gücüm çatandan verəcəm də sən 15 vaxt, 20 vaxt. Bundan artıq neyniyim ay bacı? Salatçı da. Alınmır qızlar. Bir də görürsünüz ki, həqiqətən söhbət ondan getmir ha. Bax, bizim də tələbatlarımız var da. Tutaq ki, toya çağırdılar. Mən Ləmana deməyəcəm ki, mən toya gedirəm, mən 100 manat ver. Ha, o xəssiyyət məndə yoxdur. Günə pul verirəm, maaşa yazılır da. Yox, o maaş söhbəti deyildi. Yəni ki, mən belə rahatım. Hələ ki işləyirəm, şükür Allaha. Qızlar günə 15 manat, 20 manat verəndə aya nə qədər eləyir? Bir 450-600 eləyir. Bəs 450 manata nə düşür ki? Heç kommunal pul o qədər eləmir. Evdə oturanda xərc çox çıxır, inanmır bu. Qaz pulu, işıq pulu bilsə necə qalxır? Ay mama, sənin nə kommunalın var ki, sən bina evində qalırsan. Nə olsun, nə fərqi var? Qız yaxşı. Tək adamın xərci olmur bəyəm. Giyimi var, keçimi var, ad günü var, toyu var. Nə qədər alırsan ki maaş? Orada deyərlər, gözə gətirərlər. Məsələ mini keçir də. Maaşın gedir zato yol pulu. Nə olsun gedir, zato işləyirəm də. Pasitivləşmək, insan pasitiv olmalı deyil yəni. Özür dilə. 1000 manat gəlir, söyləyəm, mən 1000 manat oldu. Özü deyir, ay qız 1000 manat almır. Allah haqqı yalandandır ki, mən onu durmayayım evdə. Qur'an haqqı elə 20 manat al. Mən 20 manat heç vaxt işləmərəm. Yəni 20 manat bu saat mətbəxdə kim işləyir ki? Nə olub ki 20 manat al? Ümumiyyətcə yəni mənim o vəzifəm o deyil, axı mən o pulu alım. Bunun vəzifəsi 20 manat bu saat üçüniklər işləyir. hər gün. Düzdür. TikTok'da oturduğuma görə maaşlardan xəbərim yoxdur. Nə xəbərin olacaq? Anam salatçıdır qızlar. Yararlana bilərsiniz.
Yəni demək istəyir ki, iş saatim çoxdur. Neçədən neçəyə? Saatim çox deyil. Neçədədir ki? 9-a gəlirəm, 7-də çıxıram. Ha, əvvəl ondan ona işləyirəm, ona görə deyirəm. Aliş evdə uşaqlar yatır. Mamam indi onu aparacaq yeməklər. Özüm gətirmədim, bura başqa vaxt gələrik. Mamandır, hə, ürəyə. Ailişə kim baxır? Reniçka. Riyana ondan nəfəs alırıq. Sabah gelip götüreceğim ha onu da. 2 gün deyip her gün başımı pişirir. 2 gün 2 gün. 2 gün nənə, 2 gün.